Hamınızı salamlayıram. Bəli, indi isə mən MR monoqrafiya barəsində sizə danışacağım. E, Səriyyə xanımın bəhs etdiyi süni intellekt həqiqətən də bizim əlimizdən çox tutur. Bizim raporlama sürətimizi artırır və e, dəyərli məlumata daha sürətlə əldə etmə imkanını yaradır. Məlumat üçün deyim, siz ChatGPT-dən istifadə edərək Azərbaycan dilində diktə edib mətnini avtomatik olaraq 90% doğruluqla əldə edə bilərsiniz. Çox yaxşı əlimizdən tutur, sürətli edir raporlarımızı. MRT müayinəsinin süd vəzi xərçənginin diaqnostikasında rolu haqqında kifayət qədər hər birimizin məlumatı var. İstisnalar da olur, diaqnozlara barədə məlumat verəcəm. MRT müayinəsi süd vəzi xərçəngini iki əsas parametrlər əsasında xarakterizə etməyə bizə imkan yaradır. Bu bir morfoloji dəyərləndirmədir. Bir törəmənin şəklinin, konturlarının və daxili kontrastlanma patterinin qiymətləndirilməsində bizə kömək edərək son diaqnoz qoymağa yardımcı olur. Və bu xüsusiyyətləri nəzərə alaraq biz öz raporlarımızı formalaşdırırıq. Süd vəzi xərçəngi iki əsas formada qarşımıza çıxır. Bunlara kütlə və qeyri-kütlə lezyonları deyirik. Kütlə lezyonlarını aşkar etmək çox rahat olur. Çünki onlar üç ölçülü bir quruluşa malikdir və adətən biz bu lezyonları digər müayinə metodları ilə də görmə imkanımız olur. Amma qeyri-kütlə lezyonları bunlar ultrasəs və mamoqrafiya müayinəsində bildiyiniz bu arxitektonika pozğunluğu şəklində qarşımıza çıxan lezyonlardır və sadəcə olaraq MR-da sırf angiogenezin təzahür formasını əks etdirir və kontrastlanma patterni şəklində qarşımıza çıxır. Mən bu çıxışımda sizlərə daha çox qeyri-kütlə lezyonları barəsində danışacağım. Burada gördüyünüz süd vəzinin aşağı kvadrantlarında sadəcə kontrastlı müayinədə gördüyümüz belə bir segmentar patterində infiltrativ sahə müşahidə olunur və bu lezyonun zirvəsi süd vəzi giləsinə doğru baxırsa, bu artıq şübhəli əlamətdir və biz bu lezyonları mütləq biopsiya etməliyik. Bu lezyonları müşahidə etmək doğru deyil. Bunların 78%-i biopsiya zamanı bədxassəli olaraq qarşımıza çıxır. Gördüyünüz bu pattern, bu da şübhəli əlamətlərdəndir və süd axarı ətrafında periduktal stromal infiltrasiya şəklində əks etdirir, təzahür olunur və bu bildiyimiz clustered rings dediyimiz üzüklər klasteri formasında qarşımıza çıxan kontrastlanma patternidir ki, hansı ki, bədxassəli şübhəsini artıran əlamətlərdəndir. Burada gördüyünüz, süd vəzdə gördüyünüz qeyri-kütlə kontrastlanması da bədxassəli əlamətləri əks etdirir və kümələşmiş kontrastlanma patterni adlanır. Bəzən süd vəzidə regional kontrastlanma müşahidə olunur, hansı ki, cərrahi taktikanın seçilməsində və əməliyyat həcminin cərraha dəqiq şəkildə göstərilməsində yardımcı olur. Nəyə görə bu qeyri-kütlə kontrastlanma patterni bizə bu qədər çətinlik yaradır? Çünki prekontrast görüntülərdə bir yer tutan lezyon olmur və aydın interfeys müşahidə olunmur. Biz bu lezyonları sadəcə kontrastdan sonra görə bilirik. Gördüyünüz kimi burada nasif görüntülərdə süd vəzi toxumasında fibroglandulyar toxumanı görürsünüz və kontrastdan sonra belə bir şübhəli infiltrativ sahə müşahidə olunur. Digər bir pasiyentimizdə gördüyünüz kimi fon kontrastlanması fonunda kontrast maddə verdikdən sonra sağ süd vəzisində belə bir spikulyar kənarlı bir lezyon müşahidə olunur və biz burada bu lezyonun dəriyə olan məsafəsini çox dəqiqliklə görmə imkanımız vardır. Neoadjuvant müalicənin monitorinqində kifayət qədər bizə məlumat verir. Gördüyünüz bu xəstədə 12 kurs kimya dərman müalicəsi alıb, amma törəmənin ölçülərində bir fərq yoxdur və biz bu məlumatı 6 kurs kimyoterapiya aldıqdan sonra cərraha və ya medikal onkoloquna verə bilərdik. Difuz kanserlərdə MRT versus mamoqrafiya müayinəsi difuz qeyri-kütlə
infiltrasiya sahələri şəklində qarşımıza çıxan lezyonlar mamografiya müayinəsi ilə müqayisədə MRT müayinəsində daha rahat şəkildə müəyyən etmək mümkün olur. Və mamografiya skrininqi zamanı diaqnoz qoyulan xərçənglərin yalnız 20-30%-də in situ mərhələsində olduğu üçün bu səbəbdən axıcaq daxili xərçəngin əksəriyyəti mamografiya ilə aşkarlanmayacaq və bizə MR mamografiya müayinəsi daha çox məlumatla təmin edəcək. Həssaslığı gördüyünüz kimi 92% mamografiya MR müayinəsindədir, 56% mamografiya müayinəsində tədqiqatçilərində bildirilmişdir. Kütlə əmələ gətirməyən kanserlər üçün MRT-nin klinik rolu skriningdə istifadə oluna bilər və difuz xərçəngin aşkar edilməsində, diaqnostikasında bədxassəli mikrokalsifikasiyaların mamografik identifikasiyasından sonraki difuz xərçəngin orqan daxilində ekstenziyasını bizə bildirəcək. Bu cərrahlar üçün çox dəyərli bir məlumatdır. Burada gördüyünüz kimi mamografiya müayinəsində mikrokalsinatları görürsünüz və MR mamografiya müayinəsində prosesin süd axarları boyunca ekstenziyasını görə bilirsiniz. Gilənin prosesə cəlb olunmasını təxmin etmək preop mərhələdə mümkündür. Gördüyünüz kimi süd vəzi giləsinə qədər uzanan ekstensiv bir bədxassəli proses müşahidə olunur. Paget xəstəliyində Paget xəstəsi şübhəsi varsa xəstədə bu xəstələri MR mamografiya müayinəsi bizə çox böyük bir məlumat verir. Gördüyünüz kimi sağ süd vəzinin girəsində belə bir lezyon aşkarlanmışdır burada və xoralaşmış areola müşahidə olunur. MR mamografiya müayinəsində çox geniş bir sahəni cəlb edən areoladan döş qəfəsinin divarına doğru uzanan bir çox geniş bir prosesi görürsünüz. Həkimlərə MR mamografiya müayinəsini tövsiyə etmək əlavə narahatlıq yarada bilər. Bunlar aşağı riskli dediyimiz pasiyent qruplardır, hansı ki BRCA mənfi BRCA mutasiyaları mənfi olanlar və ailə anamnezi olmayanlar. Bunlarda overdiaqnoz halları çox olur. Şikayəti olmayan, simptomatik olmayan qadınlarda təsadüfi skrining üçün müraciət etdikdə biz bunlara MR mamografiya müayinəsi etsək, overdiaqnoza səbəb ola bilərik. Çünki müayinənin həssaslığı çox yüksəkdir və spesifikliyi aşağı olduğuna görə biz daha çox bu xəstələri biopsiyaya cəlb edə bilərik. Overdiaqnoz nədir? Overdiaqnoz heç vaxt simptom verməyəcək, xəstənin həyat keyfiyyətinə və ömrünə təsir etməyəcək bir lezyonun aşkarlanması və bəzən müalicəyə yönləndirilməsi deməkdir. Bu overdiaqnozun tərifidir, amma radioloqlar overdiaqnoz etmirlər. Onlar xəstəliyi diaqnoz edirlər. Yəni biz diaqnoz qoyuruq. Sadəcə olaraq overdiaqnoza aparan bəzi səbəblər var. Bu, dediyim kimi, müayinənin yüksək həssaslığıdır. MRT müayinəsinin həssaslığı gördüyünüz kimi non-məs lezyonlarda 70-90% arası dəyişdiyi halda dəqiqliyi 37-70% arasında dəyişir. Overdiaqnoza kimlər daha çox cəlb olunur? MRT skrininqi alan orta riskli qadınlar, yəni BRCA mutasiyası daşıyıcısı olmayanlar, postmenopauzal qadınlar, xüsusilə komorbidəsi olan yaşlı pasiyentlər, Bayres 3 kateqoriyası, difuz qeyri-kütlə kontrastlanması və qeyri-spesifik tapıntılar. Bütün bunlar bəzən MR mamografiya müayinəsində bizim şübhəli yanaşa biləcəyimiz durumlardır. Ona görə biz bu overdiaqnozu azaltmaqdan ötürü nə etməliyik? Daha çox yüksək riskli qadınları MR mamografiya müayinəsinə cəlb etməliyik. Bunlar kimlərdir? Bunlar BRCA mutasiyası pozitiv olanlar, əvvəlki döş qəfəsi şüalanmasına məruz qalan pasiyentlər və Bayres 3 tapıntılar dərhal biopsiya əvəzinə bunları qısa müddətli izləməyə almaq da məsləhətdir. Diqqətinizə görə təşəkkür ederim.